SOCAR-da Şamaxı Qobustan ərazisini əhatə edən innovativ hava gravimetriya tədqiqat proqramının nəticələrinin təqdimatı olub. Tədbirdə çıxış edən SOCAR-ın təbii ehtiyatların kəşfiyyatı segmenti üzrə vitse-prezidenti Arzu Cavadova kəşfiyyat komandasının strateji baxışı və əsas məqsədləri barədə məlumat verib. Həmçinin Kaspian Geofizikal MMC-nin baş icraçı direktoru Kamran Zahid yüksək keyfiyyətli məlumatların əsaslı kəşfiyyat qərarlarının qəbulundakı rolunu vurğulayıb. Böyük geofizik Ayaz Qasımov gravimetriya tədqiqatlarının kəşfiyyat alətlərinə inteqrasiyasının strateji əhəmiyyətinə dair təqdimat edib. Eyni zamanda Metatek şirkətinin baş direktoru Jonathan Watson mürəkkəb relyef şəraitində gravimetrik məlumatların toplanması və işlənməsi zamanı qarşılaşılan texniki çətinliklər və analitik yanaşma barədə danışıb. Bildirib ki, gravimetriya tədqiqatı ilə yanaşı yüksək dəqiqlikli lidar və maqnit məlumatları da əldə olunub. Bu məlumatların mövcud seysmik məlumatlarla inteqrasiyası Şamaxı Qobustan regionunda quruda neft-qaz kəşfiyyatı üzrə qərarların daha dəqiq və səmərəli şəkildə qəbuluna imkan verəcək.